Salam hər kəsə, hər birinizi xoş gördük. Mən FES Akademinin kurikulum üzrə təlimçisi Hikmət Müsalov. Sizinlə forumda paylaşdığımız kurikulum üzrə olan sınağın suallarını izah verəcəm. Başlayırıq ilk sualımızdan. Müəllim şagirdlərə temperaturun gün ərzində dəyişməsini əks etdirən məlumatları təqdim edir və onlardan bu məlumatlara əsasən orta temperaturu hesablamağı, temperatur vaxt qrafiki qurmağı və qrafika əsasən havanın dəyişmə tendensiyasını izah etməyi tələb edir. Müəllim bu tapşırığı verərkən hansı inteqrasiyanı həyata keçirir? Müəllimlər, burada fən daxili bir inteqrasiya yoxdur, çünki elə hesablamaq bacarıqlarıdır. Fən daxilini kənara atsaq, fənlər arası varmı? Var. Çünki burada temperaturdan söhbət gedir. Məsələn, burada fiziki bir məsələdir, həm də hesablama var deyə riyazi bacarıqlarımız da var deyə inteqrasiya fənlər arası ola bilər. Amma fənüstü inteqrasiya yoxdur. Bilirəm ki, bir çoxunuz çaşıb burada fənüstü götürürsünüz ki, həyatla əlaqəlidir, temperaturdur. Amma bu bəs eləmir müəllimlər. Əgər şagird sıfırdan yeni bir məhsul irəli sürsəydi, siz bu zaman fənüstü inteqrasiyada götürə bilərdiniz. Cavabımız olur yalnız fənlər arası, yəni C variantı. Baxırıq ikinci suala. Müəllim sinifdə dünya xalqlarının gündəlik həyatı mövzusunda rol oyunu təşkil edir. Şagirdlərə müxtəlif ölkələri təmsil edən rollar verilir və onlar həmin ölkədə yaşayan insanların gündəlik davranışlarını, ünsiyyət qaydalarını və ənənələrini canlandırırlar. Fəaliyyət zamanı şagirdlər bir-birinin çıxışını izləyir, fərqli yanaşmaları müqayisə edir və müzakirə edirlər. Təbii ki, müxtəlif ölkələrdən, onların gündəlik həyatından, onların qaydalarından, adət-ənənələrindən söhbət gedirsə və təbii ki, ancaq bunları bilmək deyil, bunları həm hörmətlə qarşılamaq, həm onları bilmək, istifadə etmək, təbii ki, mədəni müxtəlifliyə hörmət kompetensiyasıdır. İkinci sualımızın cavabı olacaq D variantı. Baxırıq üçüncü suala. Görək üçüncü sual nə haqqındadır? Bəli, təfəkkür haqqındadır. Şagird informatika dərsində kompüterin yaddaş sistemini öyrənir. O bunu kitabxana ilə müqayisə edir və belə nəticəyə gəlir ki, kitabxanada kitablar necə müəyyən qayda ilə saxlanılıb lazım olanda tapılırsa, kompüterdə də məlumatlar yaddaşda saxlanılır və lazım olduqda istifadə olunur. Bax, biz burada neynədik? Müqayisədən sonra kitabxanada belədir, kompüterdə də belədir. Yəni biz burada bərabərləşdirdik, eyniləşdirdik, ən azından oxşarlıqdan istifadə elədik. Təbii ki, bu analoji düşünmə deməkdir. Üçüncü sualımızın cavabı oldu Y variantı. Növbəti sual. Müəllim dərs zamanı şagirdləri kiçik qruplara bölərək onlara layihə tapşırığı verir. Lakin sinifdə bəzi şagirdlər mövzu ilə əlaqəsi olmayan söhbətlər etdiyindən digər qruplar diqqətini toplaya bilmir və tapşırığın mahiyyətini düzgün başa düşmür. Bu vəziyyətlə bağlı hansı fikir daha doğrudur? Müəllimlər, görürük ki, situasiyamızda mənfi bir hadisə var, biz isə müsbət bir şey axtarırıq. Yəni bu problemi həll edə biləcək bir şey axtarırıq. A bəndi deyir ki, müəllimin izah etmə üsulu zəifdir, dərs materialı daha sadə formada təqdim olunmalıydı. Müəllimlər, nə bilirik? Yəni müəllimin izahı bəlkə yaxşıdır, bunu kim sübut edə bilər ki burada? Yəni şagirdlər söhbət aparırsa, müəllimin izahı yaxşı deyil deyə bilmərik. A bəndini atırıq kənara. Şagirdlərin motivasiyası aşağıdır, onları həvəsləndirmək lazımdır. Nə bilirik müəllimlər? Belə bir şey var bizim situasiyamızda? Yoxdur. Müəllimin sinifi idarə etmək bacarığı zərifdir. Sinif qaydaları əvvəlcədən müəyyənləşdirilməlidir. Bax, budur. Əgər sən sinifə kiçik qrupla iş verirsənsə, birgə fəaliyyət verirsənsə, təbii ki, bunun əvvəlcədən qaydaları olmalıdır ki, şagirdlər bir-birlərinin sözlərini kəsməsinlər. Bəli, C bəndinə aid artıq yuxarıda bir sübutumuz var. Tapşırıq çox çətin seçilmişdir, deyir. Axı, belə bir şey yoxdur. Qrupların sayı düzgün seçilməmişdir, nə bilirik? Bunlar sadəcə bir ehtimal ola bilər, amma ən dəqiq, daha doğru olan cavabımız C variantıdır müəllimlər. Gəlirik 5-ci sualımıza. Müəllim dərsdə şagirdlərə müxtəlif əşyalar təqdim edir və onlardan bu əşyaların xüsusiyyətləri sadalamağını istəyir.
Bu yanaşma ilə bağlı aşağıdakı fikirlərdən biri yanlışdır. Müəllimlər, əgər biz şagirdə müxtəlif əşyalar təqdim edib, xüsusiyyətlərini sadalamaq istəyiriksə, deməli biz auksion təlim strategiyasından istifadə edirik müəllimlər. Bu auksion üsulu necə bir üsuldur, bunu artıq tanıyırsınız. A bəndidir ki, bu yanaşma şagirdlərin əvvəlki biliklərini aktivləşdirir, doğrudur. Çünki sən əşyanın haqqında əvvəlcədən bildiklərini sadalayırsan. Bu üsul ümumiləşdirmə aparmaq və nəticə çıxarma bacarıqlarının formalaşmasında əsas rol oynayır. Müəllimlər, bilirsiniz, sonda bir cavab çıxır. Yəni necə bir cavab çıxır? Son fikri söyləyən qalib olur. Və müdavimlər də düşünürlər ki, burada nəticə çıxarmaq var. Axı yoxdur. Nəticə çıxarmaq var Sinkveyində, var anlayışın çıxarılmasında. Yəni auksionda nə nəticə çıxarırıq ki, nəticə çıxarmırıq. Ona görə B variantı səhvdir. Hər nə qədər doğru görünsə də diqqətli olmaq lazımdır müəllimlər. C bəndi isə doğrudur. Həqiqətən də təqdim olan obyektlərin xüsusiyyətlərini müəyyən edirik bu üsula görə. Bir də dinləyib anlama bacarıqlarını inkişaf edir. Doğrudur. Məsələn, təkrara yol verməməlidirlər, qulaq asdıqlarını öyrənməlidirlər. Bu yanaşma çevik düşünmə təbii edir, bəli. Çünki burada fikirlər arasında vaxt verilir. Ən sonuncu fikri söyləyən qalib hesab olunur. 6-cı sual. Aşağıdakı verilmiş fikirlərdən hansı effektiv öyrənməni təmin etmir? Müəllim şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq fəaliyyətində dəyişikliklər edir. Əlbəttə ki, bu effektiv bir şeydir. Yəni, fərdi ehtiyacları nəzərə alaraq bundan yaxşı nə ola bilər? Müəllim şagirdlərin zəif tərəflərini üzə çıxararaq onlar üçün dəstək proqramı təşkil edir. Əla, müəllim yenə də burada öz fasilitatorluğundan geri qalmır. Müəllim şagirdlərin müzakirə, tənqidi düşünmə və müstəqil qərar vermə bacarıqlarını təşviq edən fəaliyyətlər həyata keçirir. Əla, bu da öyrənməni təmin edir. Təsəvvür edin ki, onun təfəkkürünü, onun müstəqil qərar vermə bacarığını siz inkişaf etdirirsiniz. Amma deybəndi, səhvdir müəllimlər. Çünki müəllim şagirdin öyrənməsində müşahidə etdiyi çatışmazlıqları düzəltmək üçün valideynin öhdəsinə buraxır. Bu təbii ki, doğru bir şey deyil. Valideynin öhdəsinə buraxmaqdansa şagirdlə öz aramızda bunu yaxşıca həll etmək olar. Müəllim şagirdlərin özünü ifadə edə bilmələri üçün səmərəli öyrənmə mühitini təmin edir. Əlbəttə ki, bu da doğrudur. Təmin etmir dediyinə görə cavabımız olur D variantı. 7-ci sual baxırıq. Aşağıdakılardan hansı formativ qiymətləndirməyə aid deyil? Tədris prosesinin düzgün istiqamətləndirilməsinə, səmərəliliyin artırılmasına xidmət edir. Təbii ki, doğrudur. Çünki formativdə əks əlaqənin qurulması var, istiqamətin verilməsi var. Doğrudur. Şagirdin fəaliyyətini stimullaşdırmaq üçün rəy verilir. Bu da doğrudur. Yəni, əks əlaqənin qurulmasındadır. Şagirdin təlim nailiyyətlərində olan əsas əlamətləri üzə çıxarır. Müəllimlər, əsas əlamətləri üzə çıxanda özdə təlim nailiyyətləri. Yəni, yekun olaraq bunun kəmiyyətlə ifadə olması. Bu summativdədir müəllimlər, formativdə deyil. Ona görə C variantı doğru cavabımızdır. D-yə baxın, şagirdlər öz öyrənmələrini idarə etməyə, özünü qiymətləndirməyə yönəldiriksə, bəli, formativ dəqiqətən də özünü qiymətləndirmə var burada. Məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyəti izləyir. Bəli, çünki həmişə aparılır. Gördüyünüz kimi, səhv olan sadəcə C bəndidir müəllimlər. O, nailiyyətdən danışır, yekunluqdan danışır. 8. Müəllim şagirdlərə məktəbin dam örtüyü üçün günəş panelləri quraşdırmağı tapşıracaq və şagirdə bildirir ki, həmin günəş panelini quraşdırmaq üçün layihə hazırlayın və layihəni təqdim edin. Bəli müəllimlər, fən üstü inteqrasiya bax budur. Deyirdik ki, fən üstü inteqrasiya yenilik olanda şagirdin yeni yanaşmasını, yeni məhsulu ortaya qoyması zamanı olur. İndi görürsünüz, günəş paneli istifadə edəcək, quraşdıracaq. Yəni bu bir yenilikdir. Bu yeni bir layihə olduğuna görə biz burada fən üstü inteqrasiya götürürük. Cavabımız olur A variantı. Gəldik növbəti sualımıza. 9-cu sualda görürük ki, sevdiyimiz mövzu Bloom taksonomiyası var. Müəllim şagirdlərə kəsirləri daha yaxşı mənimsətmək üçün onlara stol üstü oyunlar təşkil etməyi tapşırır.
və şagirdlərə bildirir ki, bu oyunlar üçün müxtəlif suallar tərtib etsinlər. Verilmiş situasiyada idraki sahənin hansı mərhələsi işlənmişdir? Müəllimlər, burada da yeni bir şey tərtib eləmirik ki, biz bunu yaratmağa götürək, düzdür? Yəni, sanki dialoq tərtib edirik və yaxud biz suallar, oyunlar tərtib ediriksə, bunlar tətbiqi işlərdir. Tətbiq etmək var, amma yaratmaq yoxdur. Düzgün cavabımız olur B variantı. Və 10-cu və sonuncu sualımız. Müəllimin hansı fəaliyyəti sinifdə pozitiv və inklüziv mühit yaratmağa xidmət etmir? Mənfi olan cavabı istəyirik. Müəllim yaxınlaşan bayramla əlaqədar şagirdlər üçün maraqlı ola biləcək tədbir planlaşdırır və şagirdlərə oynayacağı rolları təqdim edir. Elə budur da səhv olan müəllimlər. Çünki müəllim şagirdlərin heç bir yanaşmasını, istəyini, mövqeyini nəzərə almıyor. Rolu verən elə müəllimdir. Rolu seçən müəllimin özüdür. Bu şagird yönlü yanaşma deyil. Amma B bəndinə baxın, məktəbdə multikulturalizm haqqında maarifləndirici tədbir təşkil edilir və şagirdə maraqlı gələn adət-ənənələrlə bağlı təqdimatlar etməyə icazə verir. Bax, şagirdə seçim şansı verirsənsə, budur şagird yönlü olmaq. A bəndində oynayacağı rolu seçim kimi verməmişik. Amma B bəndində xoşuna gələn, ona maraqlı gələn adət-ənənələri ona seçim kimi verir ki, hansını istəyirsənsə onu təqdim edə. Ona görə B variantı doğrudur. C variantı da doğrudur. Təbii ki, dərs ilinin əvvəlində valideynlə əlaqə saxlayıb şagird haqqında məlumat toplayan müəllim sinifdə inklüzivliyi bərpa edir. Yəni sıfırdan yaradır, pozitiv yanaşma sərgiləyir. Bu da doğrudur. Müəllim şagirdlərdə sinif icmasına aid olma hissini formalaşdırmaq üçün onların tədrisin təşkili ilə bağlı təkliflərini dəyərləndirir. Və görürsünüz, aid olma hissini formalaşdırmaq inklüziv mühit deməkdir. Üstəgəl şagirdlərin təklifini dinləmək, bu da şagird yönlüdür. Qalır Y bəndi. Müəllim formativ qiymətləndirmə apararkən şagird xüsusiyyətlərini nəzərə alaraq rəy verirsə, bəli, bax, bütün variantlarımızda biz bərabərlik, müxtəliflik və pozitivlik gördük. Amma A bəndində şagirdə seçim şansı, seçim haqqı verilməyib müəllimlər. Hələlik bu qədər. Siz də bu cür izahların, sınaqların davamlı olmasını istəyirsinizsə, mütləq kanalımıza abunə olun, videomuzu bəyənin, paylaşın və ödənişli dərslərimiz haqqında məlumat almaq üçün ekranda gördüyünüz 055 527 2599 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.